Salam əziz dostlar. Bilirsiniz Urmu Gölü haqqında danışırıq. Bugünkü müsahibimiz əziz Məhəmməd Babai bəydir. Məhəmməd bəy, dəvətimizi qəbul etdiyiniz üçün təşəkkür edirəm. Sizdən 3 dənə sualım olacaq. İcazə versəz birinci ilə başlayayım. Sizcə bir Urmulu olaraq, bir Urmulu kimi Urmu dəryası sizin üçün nə deməkdir və sizin hafizənizdə, duyğularınızda necə canlanır? Baxın, elə sizin sualınızda var. Urmu dəryası nədir? Bura bir dənə dərya çəkilir, göldür. Elə bir yekə məsahəti yoxdur. Bu yanından, o yanından oturanda dərya cəzilələr içində görüşərdi. Bəzən o tərəfi görüşərdi. Bəli, Urmu millətinə buraya nə bizim dilimizdə, yəni bizim o amiyanə dilimizdə buraya Urmu gölü deməzdik. Dəryaçı Urmiyə də deməzdik. Elə saf dərya deyərdik. در حقیقت bura bizə bir dənə dəryaydı. O gölmanxana oradan o keçdi ki, geçirdi. Bir növ در واقع deyə bilərəm fərhəngimizdə huzuru var idi. Bir dərya kimi nəqşi var idi. Elə bir okyanus idi. Və təbən bunun batması, bunun quruması hətta zist mühiti təsiri də ki, bilmirik nə qədərdir. Bir nəhayət qəməngizdir və görməsi əslən adamı dekoraje edilir. Kamilən qəməngizdir. Çox qəmli bir məsələdir. Bir Urmuluya ki, ömrü bunu görüb. Bəs sizcə Urmu gölünün quruması ilə bərabər biz bir millət olaraq nələri əldən veririk, nələri itiririk və o nə əbadda bir faciədir? Valla bunun konusunda çok sözler deyilir. Baxın, bunu deyə ki, çox şeyləri hələ bilmirik qavran. Bəlkə ki, həqiqəti budur ki, mən hələ Urmiyədəyim. Gələndə də gölü gördüm yoxundan. Bəd, ərz edeyim xidmətinizə. Təqribən bir şey qalmayıb. Yəni, əgər qısa müddətdə bir əsəri olmuş olsaydı, gələ əsərin qoyaydı. Məsələn, fərzlən, təbiətlər adına aparıb. Hətmən bir uzaq əsərləri var. Onların da konusunda çox şeylər deyirlər. Təbən əsəri var. Təbən muhitizistlər adına aparır. Təbən çox ittifaqlar düşə bilər gələcəkdə. Bu təbiətlə şuxluq eləmək olmaz ki. Təbiətdə bir dənə məmuli canlar aradan gedir. Görürsünüz ki, nə qədər bu öz təsirini qoyur. İndi bu yekəlik təbii göl ki, ömrü boyu, minlər il bu bölgədə olubdur, getməyi təbiətən çox təsir qoyacaq. Bəli, vaqiqiyyət budur ki, çoxunu da bilmirik. Yəni, bəlli deyil. Mən buna təkidim var ki, bir miqdar bunun moridində bilməyə də çox izhar nəzərlər qoyulur. Baxın, yəni bunun suyundan nə cür istifadə olur. Yəni, ayrı bir ittifaqlar da düşübdür. Məsələn, Urmiyənin ətrafında əkin yerləri neçə bərabər olubdur. Bu, dəryanın suyudur. Bir təsir bu mümkündür qoya. Bir təsir də o mümkündür qoya. Mən elə dəqiq mütməyin deyiləm ki, bizi bərbad eləyəcək, bizi məntəqəni viran eləyəcək, duzla dolduracaq. Bunların konusunda çok sözler deyirlər, qarşınaşlar deyir, nəzərlər verilir. Mənim nəzərimə bilirik ki, deyə bilməlik. Vaqən bunu zaman müşəxəs edir. Təbən çox ittifaqa düşəcək. Çünki bu yekəlikdə bir şey təbiətdən həzf olmağı, təbiətən böyük bir ittifaqlar düşəcək. Düzdür. Bəs Ay Babai, sizcə bu gölün qurumasında kim müqəssirdir və hansı cərəyanlar bunu gündəmə gətirir və gələcəkdə göllə bağlı nə işlər görmək olar, nə etmək olar? Baxın, təbən bu gölü qurumasında müttəhəm əvvəl sistemdir, dövlət. Çünki onlar əllərində qüdrəti qarşınası var. Onların imkanı mütaliələri var. Yəni, belə bir imkanı yoxdur. Təbiətin hər konusunda dexalət eləməyə, quyu vurmağa, əkin əkməyə, növ kişavərzini əvəz eləməyə. Məsələn, baxın, Urmiyədə üzüm idi bir zaman. İndi alıma çox əkiblər.
Bu elə mənim yaşımda bu ittifaq düşdü. Mən nocavan idim, birdən üzüm bağları getdi, alma bağı gəldi. Bu da elə bir yekə məsələdir. Bunu bizim mərdumdan intizarımız yoxdur. Bunu dərk eləyələr ki, bu nə ittifaq düşəcəkdir ki, illər boyu, yüzlər, minlər il bu arada bu Urmiyenin yerlərində üzüm əkilibdir. Birdən alma gəlir, nə olur? Almanın sudu yaxçıdır, alma yaxçı satılır, yaxçı pula gedir. Mərdum təbiətən bunu görür. O ki, gərək bunu görə və düz görə o karşınaslardır, o sazmanlardır ki, bu imkanları var, mütaliə edirlər. Bəs təbən onlar müttəhəm əslidir. Xoş. Amma bir məsələ də var. Bunlar bu işləri başlayıb görəndə, Urmunun dəryanın içindən yol vuranda, səddləri vuranda, biz də müqəssirik. Nədən? Bu bizə məsələ olmadı. Vahən bizə məsələ olmadı. Bizim içimizdən bir cərəyan çıxmadı. Yəni istəyəm 30 il bundan qabaq, 40 il bundan qabaq ki, bu projelər başlandı. Urmunun dəryanın vəsətindən yol çəkmək indinin söhbətidir ki, çoxdanın söhbətidir. O söhbət ki, mərdumun içində olurdu, buyurdu ki, bu yolu niyə tez qurtarmırlar? Niyə başarmırlar? Hətta məsələn bu belə su, bizim su məsələmiz var, yayda çox yerlərimizə su çatmır. Bir belə su var, niyə sədd vurmurlar? Baxın, bu məsələ idi bizim aramızda. Və bu ki, dövlətin ürzəsi yoxdur, nəhadların ürzəsi yoxdur, bu suyu məhar eləyələr. Bəzən bu arada bəzi təbirlər araya gəlirdi ki, Benoy der vaqə haviyə buyurdu ki, dəryaçanı təhqir edilirdi. Bu sular gəlir, müftə gedir, tökülür Şor dəryaya. Bu Şor dərya orada bir ləhni təhqiramiz də var idi. Gedir, tökülür, elə bir həram olur. Elə bir heç olur. Bu bizim baxışımızdır. Mən bunu millət içində, yuxarı səthdə belə baxışı müqəssir bilmirəm. Amma bizim konişkərlərimiz, bizim fəallarımız, bizim basəvad adamlarımız da bu bərxordar adamlarımız, bilən adamlarımız, dərs oxuyan adamlarımız və mütəli adamlarımız göstərdə səthdə bunu məsələ eləmədilər. Burada deyə bilirik ki, hamımız müqəssir. Amma baxın, bunu mən istəyirəm deyəm ki, bu elə İranın hər yerində olacaqdır. Mən bunun adını biraz tond, radikal buna bir ad qoyuram. Tövsiye-i Talibanı. Nədən qoyuram Tövsiye-i Talibanı? Taliban əvvəl dəfə iş başına gələndə bir dənə bir faciə yaratdı ki, tarix boyu qalacaq. Getdi Bamiyanda o mücəssəmələri patlatdı. İndi bir sual soruşuram sizdə. Talibanın belə o təfəkkür Talibanının belə bir arzusu yoxdur ki, bir zaman o mücəssəmələri patladı. Mütməyin bilin, yüzlər il arzuları vardı ki, botları orada patladılar. Nə qüdrətləri vardı, nə məvad varlar idi. Nə bə hər hal o zaman ki, əllərinə məvadla munfəcirə geçdi, o qəd sazman deyiləyə bilərdilər, gedələr orada bombuzarı eləyərlər, o yekə mücəssəmədir. Vəxti dövlət gəldi əllərinə, qüdrət gəldi əllərinə, hamını sərkub elədilər və ən-nazir kafi fürsət tapılır ki, onlar dağıdalar. Tövsiyə, bundan iqtibas edirəm, deyirəm Tövsiye-i Talibanı. Birdən tövsiyə tapmaq. Baxın, elə fəqət Dəryaçı Urumiyə deyir ki, İranın ən bərxordar yerlərindən biri İsfahandır, biri Yəzdir. Bu rejimdə Kirmandır. Ulağı da nabud ediblər. Oranın mərdumu nə iş görüb bunun moridində? Siz ələn Yəzlilərlə, Kirmanlılarla danışsaz, nə qədər bu səbki tövsiyə ilə ki, ulağı da həqiqət nabud edib. İranın İraq deyək ki, Tehrandan sonra ən böyük pay servətini töküblər İsfahana. İsfahanda zayəndirədə qurudublar. Bir aləm karxana icad ediblər. İsfahanın cəmiyyətini çox-çox yuxarıladıblar. Aya İsfahanda bir böyük cərəyanlar çıxdı dönsün desin ki, bu şəhərin əsasən zərfiyyəti ekolojiki yoxdur bir belə adama. Bir belə tövsiyə yoxdur. Yəzdə belə bir çıxıcı hala İsfahanda biraz nisbətən mühiti fərq edir. Yəz bir kəbiri şəhərdir. Hər nə cür siz desəz Yəzdə tövsiyə tapır. Əlan da bu iş olur. Yazdan bir nəfər çıxdı dönsün desin ki, indi bax, indi desin, nədən bir belə bu şəhərdə karxana düzəldiniz? Nədən bir belə sənaye düzəldiniz? Yoxdur. İstəyirəm deyəm ki, bu elə hamımız buna giriftarıdıq. İran səthində çıxmadı. Bu arada həqiqətən biz Urmiyəlilər minnətdarıq milli hərəkətə. Milli hərəkət bu qəziyyəni vaxtında gördü. Ən cavanlığında, yəni yeni
əvvəldən gördü. Mən deyə bilərəm ki, təkcə cərəyandır ki, əsən zist mühiti məsələ ilə başladı. Siz bir dənə ayrı misal vurun. Bizim məyə türkü dili məsələmiz yoxdur. Məyə bizim ayrı milli, təhqir, ayrı bir şeylərimiz yoxdur. Milli cərəyan hansı məsələni Urmu gölücə gündəmə gətirdi? Burada biz milli hərəkətə, yəni belə sizə deyim, milli hərəkət bu təsiri ilə bir belə bu məsələni mətrəh eləməklə, bu məsələyə bir belə xəzinə verməklə, mən ələn Urmiyədəyəm, 2-3 gün bundan qabaq Fəraxan var idi. Tamam xiyabanlar Niru əmniyyəti ilə doluydu. Təvəccüh buyurursan. Yəni baxın, bu bir belə bu məsələni bu səthdə mətrəh eləmək həqiqətən bir dənə şahkardır. Mən bunu inanılmaz bir məsələdir. Yəni bizim siz mənə buyurun, məsələn İran ayrı yerlərində ad gətirmirəm. Milli məsail var da, hamısında var. Hansının əvvəl ovləviyyəti ən böyük xəzinə verəni bir dənə zist mühiti məsələdir. Bir dənə təbii məsələdir. Xoş, burada milli hərəkət çox pişro və çox yuxarı səthdə gözəl hərəkət edir. Hətta bəzi təsirlərini də qoyubdur ki, sizə deyim elə bəzən gülməli olur. Yəni həm dövlət tərəfində, həm dövlətin millilərə opozisyon tərəfində bəzən siz eşidirsiniz, deyirlər, baba, məsələyi dəryaçı, yəni bir cür həll edin. Bu pantorkistlər burada meydan tutublar, bu pantorkistlər bu məsələdən sui-istifadə edirlər. Yəni bəlkə pantorkistləri xəf eləyəsiniz, lağa biraz oraya su tökün. Təvəccüh buyursan. Yəni bu göstərir ki, bu milli hərəkət bu məsələdə həqiqətən gözəl başlayıb, çoxdan başlayıb. Yəni düzdür 40 il bundan qabaq başlamayıb. O zamandan ki yeni həyatım başlayıb, bu məsələ ilə başlayıb və xəzinə verib, heç vaxt unutmayıb, həmişə bunu məsələ saxlayıbdır. Xoş. Amma bunu istəyirəm deyəm, burada biz Urmiyəlilər, çünki həqiqəti bu özümüzdən intiqad edirlər. Biz Urmiyəlilər vəsi şəkildə bu məsələmiz deyil. Bizim o zaman 40 il bundan qabaq, 30 il bundan qabaq məsələmiz bu gibi tez bu yolu vursunlar. Bu yolu da ki vurublar, o vəsətdən o körpünü qoysunlar. Bir saata gecə Təbrizdə nahar yeyək gələk. Həqiqəti bizim ümumi məsələmiz buydu. Elə əlan da kəmabiş, baxın, əxşar bərxurdar Urmiyə, bir aləm Urmiyənin bağatında quyulağı var. Bunların heç birinə məsələ deyil bu. Hətta istəyirəm deyəm, dövlət bunlardan biraz pişrodur. Amma bunların ki, milli baxışları var. Çox gözəl bu məsələni gündəmə gətiriblər, xoş mətrəh eləyiblər və bir təsənnüyü də bir şey deyil. Həqiqətən bunların dəqdəqələridir. Həqiqətən bu məsələdən qorxurlar. Və həqiqətən bu təbiətin nabud olmağı bunlara candan bir məsələdir. Yəni bu göldən keçirlər, buranın görürlər. 2-3 kat bir dənə adlı şəhərvəndə yanırlar bu kəbiri görəndə. Amma mən istəyirəm deyəm ki, gələcəkdə neyniyək? Baxın, bu ittifaq düşübdür. Bu ittifaqı heç indi bu göl quruyubdur. Təqribən heç sıx qalmayıb. İndi fəsli bir şey olubdur. Yəni qışda biraz yağış yağacaq, o vəsətlərə biraz su qalacaq, yayda gənə də quruyacaq. Ta buna bir əsas eqdam olur. Həqiqət budur ki, bikefayəti, su-u müdiriyyət, bilməməzlik həm dövlətdə, həm camiə-i mədəninin ədəm həssasiyyətində 20 ilin ərzində bu gölü qurudub. O tövsiyə-i Talibanı ki, birdən Əbzər əlinə keçdi, dedi ki, indi eləyə biləm sədd vuram. Hər il bir dənə sədd bir dənə sədd və hamımız da kef elirdik. Bəli, çox xoş oldu. O yerlər ki, quyu ilə su verirdilər, indi çay suyu gedir. Bəzi yerlər ki, cəmbi deyim var idi, hətta oraya indi su pompaj elirlər aparlar üstə. Hamımız sevinirdik da, tamam biz bu əhali buna sevinirdik ki, bəli, bu belə su fərahəm eləyiblər. Bu umrani işlərlə bizə xoş imkanat yaradıblar. Bu arada istəyirəm ərz eləyəm ki, dövlətin در واقع ki, məsul əslidir. Əsl işi budur ki, fəhmi yoxudur. Yəni elə bir qabil adam iş başında deyildi ki, biraz camiədən yuxarı fikr eləyə və mütəvəccüh ola. Amma
bu iş bu dəlayilə olubdur. Camiədə bir təfavüt qalıbdır. Milli hərəkat gələk bunu dərk eləyək ki, indən belə bu məsələni sui müdiriyyətlə, fesadla, anlamamazlıqla, bilməməzliklə, həmin ki radikal ad qoyuram, tövsiyeyi Talibani ilə ki imkana keçirimizə tez olun sərt düzəldək, bedunun ki onun əvaqibinə baxaq, bu vəziyyət yaranıbdır. İndən belə istəsək dəryaçəni ehya eləyək ki, mən fikirəm ehya olan işdir. Daha müdiriyyətlə olan iş deyil. Husn müdiriyyətlə olmaz. Baxın, yəni sabahlarım gedib siz, məsələn, belə bir mucizə kimi, gedib Willy Brandt sədr-əzəmi əfsanəyi Almanı qəbirdən diridib, gətirib ustandar Azərbaycanı qərbi eləyəsiniz. Mütləq ona ixtiyarat da verəsiniz. Hər büdcə də ixtiyarında qoyasınız, o da bu işi görməyəcək. Sui müdiriyyət bu faciəni yaradır. Husn müdiriyyət daha bu işi görə bilməz. Bu iş o zaman bərtərəf ola bilər ki, müdiriyyətin qırağında milli bir iradə olar. Yəni mən o bir livan suyu da keçirəm, hətta içirəm. Yəni bağıma, bağçama verirəm heç. O bir livan suyu da keçirəm, onun içində gələk ehsası məsuliyyət edirəm. Bunu nədən deyirəm? Biləxərə bugün, sabah bu vəziyyət ki, tədavülünü tapmayacaq. Bu məntəqədə, onların ki, bu məntəqənin uşağıdırlar burada iş başına geçəcək. Ayrı yerdən bilməyən adam gəlməyəcək ki, istəmirəm deyəm, milli hökumət yaranacaq. Əslən, o işim yoxdur. Hər halda bu buranı istəyən adam, bu məntəqənin bilən adamları, o adamlar ki, indi 20 ildir bu məsələni, əvvəl məsələləri eləyiblər, bunlar iş başına geçəcəklər. Bunlar gələk bunu bilərlər ki, mümkündür populizmə düçar olalar. Bunu gələk bilərlər ki, millət gələk bunlarla bu işdə həmkarlıq eləyə və o şey ki, mütəəssifanə İran səthində biz bu rantı iqtisadda ona aludə olmuşuq. Hər nə varımızda onu haqqımız bilirik, onu o haqqımızdan gələk keçək. Aya bu məsələyə qatışa biləcəyik, bu məsələni öz millətimizlə həll eləyə biləcəyik. Məsələn, bir nümunə sizə deyirəm, o sözü çox qısaldıram. Məsələn, fərz edək, burada bizim bir İmamzadə yolumuz var. Məhəllə əyan nişindir. Urmiyyənin behtərin üzümü bu məntəqədə əmələ gələrdir. Əyan Urmiyyə bu məntəqəni nabud ediblər, tamam ediblər vilan, eyni Tehranın ləvasanı kimi. Olub tamam vilan. Heç fayda iqtisadisi də yoxdur. 10 şada fayda iqtisadisi yoxdur. Tamam da su məsrəf edirlər. Tolidatı da yoxdur. Əslən ehtiyacları yoxdur. Yerin metro orada nə qədər? Əslən kamilən cəmləyir. Yəni indi hər kəs oraya girib yoxunlaşa bilməz. Bunlar ayəndədə bu həmkarlığı eləyəcəklər bizlə. Bu əxşar bərxordardan misal vuram. Bu həmkarlığı eləyəcəklər ki, müsaidət eləyələr. Bu yerlərin, bu yerlərə ki, biz belə bunun üstündə bərha sərmayə quzarı eləyiblər. Biz əvvəl gelib bir dənə əkinçidən ki, 4 nəfər, 5 nəfər, bir dənə, 2 tərəf yerdən oradan bəhrə var. Əvvəl gelib ona deyənmənik ki, sən bir cür kontrol eləcəklə, bir belə həzinə eləcəklə, biz əvvəl başlayaq, əvvəl bərxordar əxşardan ta eləyə bilək bəqiyyəyə də bu məsələni deyək. Bunlar eləyə biləcəklər. Sözümün xülasəsi, milli hərəkət bu qəziyyədə, vaxtında çox gözəl başlayıbdır. Gələcəyi də gəyə asib şinas eləyək. Və bunu bilə ki, bu indi olubdur milli məsələ. Gələk tək Şəhərvəndan ki, bu dəryaçənin, bu gölün hol-hoşunda yaşlılar hamısı ehsası məsuliyyət eləyər, dərkənar husn müdiriyyət, bəlkə bunu həll eləyə bilər. Çox sağ olun Əziz Ağay Babayi, bizim suallarımızı cavabladığınız üçün təşəkkür edirəm. Sizə sağ olasınız, mən də çox sevindim. Sağ olun.